Bugün prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar and içib. Ötən il aprelin ayında elan edilmiş 27-ci müsabiqə üzrə qulluğa qəbul olanlardan 6 nəfəri xanım əməkdaşdır. Onlar prokurorluq orqanlarında işə qəbul üçün imtahan vermişdilər. Bugün isə Baş prokuror Kamran Əliyevin təqdimatı ilə ölkə üzrə rayon və şəhər prokurorluqlarına işə qəbul olmaq üçün təntənəli surətdə and içdilər. Onlar bugün prokuror vəzifəsinə qəbul olmaq üçün and içdilər. Bu and qanuna sədaqəti, ədalətə xidməti və məsuliyyətli fəaliyyət göstərmək bir ifadədir. Bu, hüquqşünaslar üçün sadəcə bir peşə seçimi deyil, eyni zamanda cəmiyyət qarşısında öhdəlik və etimaddır. Gülnar Səfərli Qax rayon prokurorluğunda müstəntiq olaraq, Xəyalə Qasımova isə Şamaxı rayon prokurorluğunda prokuror köməkçisi olaraq işə qəbul olan 51 hüquqşünas içərisində 6 xanım əməkdaşdan ikisidir. Deyirlər ki, həm imtahan, həm də təyinatları obyektiv və şəffaf keçirilib. Prokurorluq orqanlarına qulluğa qəbul olmaq və bu adı daşımaq, bu vəzifəni daşımaq bizim üçün çox qürurludur. Prokurorluq orqanının əməkdaşı fəxri adına, şərəfli adına layiq olduğum üçün dərin qürur və minnətdarlıq hissi duyuram. Bu məşəqqətli və məsuliyyətli yolda sözsüz ki, hər birimiz uğurla və inamla addımlamalıyıq. Baş prokuror Kamran Əliyevin sözlərinə görə təkcə son 5 ildə keçirilmiş 6 müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanmış 24 nəfər vətən müharibəsi iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib. Onlardan 2 nəfəri 2020-ci ildə, 10 nəfəri 2021-ci ildə, 6 nəfəri 2022-ci ildə, 3 nəfəri 2023, 2 nəfəri 2024, 1 nəfər isə 2025-ci ildə elan edilmiş müsabiqə üzrə uğur qazanıb. 27 qəbul dövründə, deməli, prokurorluğa mən baxdım, 8060 müraciət olmuşdu işə qəbuluna. Bu 27 qəbul və sizlər də daxil olmaqla, deməli, 1080, səhv etməmsə, 1080 əməkdaş prokurorluğa qəbul edilirsiniz. Siz də 51 nəfər büyün olmaqla. Kamran Əliyev etik davranış qaydalarının pozulmasına görə və fəaliyyətləri dövründə buraxdıqları nöqsanlara görə bir neçə prokurorluq əməkdaşının cəzalandırıldığını da diqqətə çatdırdı. 339 əməkdaş gənc hüquqşünas prokurorluğa qəbul olunmuşdu. Onlardan təəssüf ki, bu və ya digər səbəbdən 23 nəfəri sonradan fəaliyyətini dayandırıbdır. Prokurorluğa daxil olandan sonra artıq o üzərində işləmir. Qeyd edək ki, bugün prokurorluqda qulluğa yeni qəbul olunmuş hüquqşünasların sayı 51 nəfər təşkil edir. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.